Prezident İlham Əliyev bugün BMT Baş Katibinin müavini Amina Muhammedi qəbul edib. Dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirin uğurlu olması üçün Azərbaycan hökumətinin və BMT-nin məskunlaşma proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib. Ümumdünya Şəhərsalma Forumunun COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın BMT-nin məskunlaşma proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının içində də fəal olacağını bildirib. Ümumdünya Şəhərsalma Forumunun uğurla keçdiyini deyən Amina Muhammed bununla bağlı dövlət başçısını təbrik edib. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirib. Amina Muhammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu paytaxtımıza xüsusi gözəllik verir. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirilib və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulanıb.